Hamınıza salam dostlar. Bugünler sizlerle beraber Bedrock Minecraft işlerini tezden işledim. Rəmsə diye. Tezden işledim. İndi 100 gün eləyəcəm. Burada da görürsünüz zaten. O oynanan gün sayısı. Bu bilirsiniz de ben Bedrock'ı yine eləyirdim ama biz problemden sonra ikinci bölümü dostum Əvvəlfəzlə çəkmək istəyirdim ama ilk videomda. Ama onda donur diye seçmeye olmadı. Hem de ben dünyada öldürdüm her dəqiqə. Zaten ölmürdüm ama yani seçebilirdim. Yadımdan çıxardı her dəqiqə. Ama bu sefer eləyəcəydi. Videoya like atıp abone olmayı unutmayın. Bu sefer tez baxış artır ve like da gəlir. Sizden çok sağ olun bu like'lar için. Bir de abone olsanız çok sağ olun. Bu videoya 3 like gəlsə, 3 like. İkinci bölüm gələcək. Bir gündən bir video atacağım. Məsələn, bugün video attım, sabah oldu. Sabah saat 14 falandadır da. 14:00'larda çalışdımsa ata bilərəm də. Ata bildimsə shorts ata bilirəm. Ata bilərəm, bilmirəm. Neçə vaxt shorts atmıram çünki. Yani buradan qıraq üstünüzü. Dedim ki 3 like göstərir. 2 like gəlsə də çəkəcəm yəni. İstəsəz 3 like atın, 2 like atın. Bu sürümdə speed də var. Çünki sürümümüz neçədir? 26 nöqtə. Bu nə sürümdə? 26.10.26. 4'dür və. İlk başta belə sürüm artanda elə bilirdim ki 1.22 gələr. 26 gəlir direkt. Ama şimdi normaldir da 5 falan aldım. Aranızda Minecraft oynayan varsa qoşulub oynaya bilərik. Ama yox, yaxından olmalıdır. Bu sefer Bedrock Minecraft yoksa Java Minecraft. Biləm, mən Java seçirəm, mən də Java seçirəm ama deyəcəksiniz ki, telefonda necə Java oynayırlar. Onu göstərirəm. Bu video bayağı bir uzun olacaq. Deyə belə 16 dəqiqə. Ama çalışsam çox da uzun eləməyəcəm. 22 dəqiqə falan olar da. 22 dəqiqə də güya azdır da. Mən də elə deyirəm ki. Sabah 5-ci gündür də. Neyse. Neçə FPS-dən oynayıram? 40 FPS-dən oynayıram. Yani niye bu kadar azdı görəsən? Valla Java bundan qat-qat daha yaxşıdır. İstədin limitsiz FPS seçə bilirsən. Nə bilim. Çox FPS seçə bilirsən ama olmur da bunda. İndi telefon qoyanına qoy bu. Qılınc eləyək. Spir eləməyəcəm. Bir də balta. Tamam. Bu kadar yeter. Envanter. Bunu bura aldık. Görməm yazıdan. Bunu bura. Bunu da bura. Bir dakika. Tamam. Ha böyle çekebiliriz. İndiriyorum. Yani ne yapıyorum nasıl? Neçə vaxt Bedrock Minecraft oynamıyorum ki. Ona hələ təzə başlamışam. Onun üçün sakində oynayıram. 2 dəqiqə. Tamam. Artıq kəşfə çıxa bilərik. O qədər qəşəng bir yerdir. Dostlar, kostyumum necədir? Ben bu ilk başta paltarın anime karakterini oxşatdım ama sonra dedim böyle anime karakteri olar. Olsa üzündə nəysə olar da o. Madem değil o değil. Bir tanesi de gəlir. 4 dəqiqə. O 4 dəqiqədə. Bilirəm neçə vaxt video atmıram deyirsiniz. Vaxt olmur. Oy! Ben fikirləşmişdim. Allah! Başarımızı da aldık. Bir dəqiqə F5, F3, F2, F1, F6, F7. Çıx görək. Ama
Ama Bedrock Minecraft oynamaq bildiyinizdən çətindir. Yəni oynayanlar bilər də. Biraz balaca bir köydür və burada nə var görəsən? Köylerde öldürməyəcəm dostlar. Dəmir qələmi öldürməyəcəm. Burada sandıq mandıq var səsimə. Nə oldu mən? Tamam. Qıdış. Zəhləmcəyir değil mi? Bu köylülərdən. Heç bir şey alamadım. Tamam dəmir qələm. Bak şeydi, Java'da bir tane baltayla vururum. 2 tane vururum böyle olacak. Bam. Evveler ben Bedrock'ın ustasıydım ben. Ortadaki simge olmadan da rahat oynayabilirdim ama indi çoxuna bulaşmışam. Kırdım cülü. 4 tane şey geldi. Bundan bir tane kazma eləyək. Dostlar video yani baxana sıxılırsınızsa baxmayın. Girin istəsəz like atın ya da baxın. Mən həvəslə baxanlar girsin rahat baxsın. Mən nəysə demirəm ki. Baxın, baxmasız kanın falan. Yəni heç şey demirəm. İstəsəz baxın, istəsəz baxmayın. Əsas oldu ki, zəhmət olmasa like atın. Baxın, bəzi oyuncular elə var ki, oyuna başlayan kimi madənə girmir. Amma bir dənə uşaq var ki, o girir. O da mənim. Oyun başladı, daş qazma falan elədim. Amma Java'dan bir şey bunu eləm dərkən maden yaxşı. Bir tane kömür alaq. Kömür. Burada gördüm bir tane kömür. Görməm, ışığını artırmalıyım telefonu. Valla normalde videodan sonra mən bunu bağlayıram dostlar. Hər gün elə bilmiyorum ama bəzən yadımdan çıxır da. Şuna falan baxıram. O da yadımdan çıxır. Çubuq elədik 44 dənə. Tamam. Bedrock'ta çok sevmediğim bir şey var. O da bunu sol elimizle alabilmek. Aha orada maden var. Hə vallahi maden yani. Ora getməyə, yüzərək getməyə heç məndə axlat yoxdur. Onun üçün gəmi eləyəcəm. Mini bir gəmi. Tamam bu qədər bəsdir. Hayır burada değil. Tamam. Ama inşallah kürekle eleme lazım olmaz. Tamam. Sücür evvelleri aldırsan kürekle elemezsin. Ya o kadar oldun işte. Kaybım kıyıyor. Java'da çok çətin diye telefonda yani bunu sürmək. Kompüterde ben 1 dəqiqə falan oynamışam. O da Aircraft'la. Sadece W ile gezmeyi bilirəm. Bir de E ya da S ile envanter atırdıq. Ben hamısını dostum olan əvvəlfəzdən öyrənmişəm dərkən. Bir dəqiqə, qabağımı görmürəm. Haram meşər yox. Deyəm, bura gedək. Bura. Həh. Burada düşə bilərəm. Pano nədir? Qırcırıq. O, dəmir. Madende 15 saniye ekran sürem oldu. Tez bir demir tapdım. Oyunun başından da demir seti olmak. Oo, su var ya aşağıda. Parkur yadınızda da sonra ilk videomda böyle parkur eləyərək madene düşmeye çalışdım. Onda ölmüştüm. Ama yani çok çətin idi də. Vallahi qabağımı hiç görmürəm. Su görürəm orada var. Rahatlıkla şampiyonumuz yaşar. Çıkmadı. Hayır. Dedim. Tamam. Kayrek taşına geldi mi? Kömürüm dirəm. Meşalem bitsə mən necə edəcəm? Odunum da 13 odun nədir? Az da öyle demir topluyor. Azda. Saçlığın kadar az meşale işləyəcəm. Dostlar bir deyim mən gəldim. Hərdən tutacağım.
Tamam geldim. İndir artık qabağımı görə bilərəm. İndirəm vaxtdan niyə görmürəm? Rahat indi görürəm. Bir dənə dəmirim var. Vallahi heç bir fərq olmadı əslində. Təsəvvür ki oyunun başından dəmir tapdım. Yenə də aydı vurdum mu ki? Ağlım Java'ya çox gedir, normaldır da. Girmişəm nə qədər oynadığıma baxmışam. 6 GB-lıq yer olub da. Pajavların içər. Çox oyun çox oynamışam da. İlk başlarda əsasən çox oynayırdım. Onda oyunu oynamağı öyrənirdim. İndi çox rahatam. Bir dənə dəmir çıxsın da 32 məşalim qaldı. Dostlar mən bayağı bir dəmir tapıram. Hilə milli eləməyəcəm onun üçün. Hilə eləməyəcəm. Dəmir tapıb gəlirəm. Belə 30 dənə dəmir falan tapıb gəlirəm. Bayağı bir dəmir tapdım. Oh my god. Bu ne de en normalde kömür bloğunu tapdım. Neyse Allah. Kömürdür. Bunu şeyin videosunda görmüştüm. Ens'in kanalına da abone oldum. Baxa Ens idi. Yo Kenzi. Yo. Hə Ens idi. Ens. Hardcore videolarında bilmirəm. Desəm 6 ya da 5-ci bölümdə falan tam hatırlamıram. Əvvəldən baxmışam. 1-2 il əvvəl baxmışam. 1-2 il yox ay olar. Mən də abartdım. Dostlar heç bir dəfə kömür almağınıza peşman olmusunuz? Mən hər dəqiqə peşman olam kömür qırmağına. Amma bəzən peşman olmuram çünki arxasında dəmir çıxır. Oyunun başından dəmir əldə edirəm. Həm də kalkan da eləyirəm. Arada bir 2-3 dənə, 4 dənə də çıxır. Rahat kalkan eləyirəm. Məsələn hardcore-da oynayıramsa. Əslində əlayıq indi. Neçə dəmirim var mənim? 13 dəmirim var. Çox azdır. 14 dəmirim var. Bayağı az dəmirim var. Oy. Dostlar sentyabrın 4'ü video gəlməyəcək. Sentyabrın 4'ü. Nə qalıb ki? Az qalıb da. Çünki sentyabrın 4'ü mən kəmər imtahanında olacağım. Narıncı kəməri keçməyə çalışacağım. Kat eləyəcəm. Kat bilmirəm, çox çətin bir şeydir. Amma öyrənsəm bilərəm. Bir də gəliş şeysə çox. Aranızda idmana gedənlər varsa yorumlar tutsun. Yorumlar bağlı olmasa. Aha dəmir. Ben buradan keçdim ayaqları. Qaranlıq idi. Qaranlıq idi. Meşəli var. Görməmişəm də. Ooo. Sonra havalar çox soyuq oldu. Yaydan tam çıxmamışıq. Qışda inşallah da bu qışda qar yağar da rahat əylənərik. Əvvəlki yəni keçən səfər ben bunu necə görməmişəm Of, neyse. Hop yani altı haraca sudur. Qara dəlikdir ya. Alabilsəm. Allah belanı vermiş ya. Tamam. Necə düşəcək? Sağ ol onu. Dəmir çıxdı çalacaq düşməz. Bir dəqiqə orası çatır ha. Bir dəqiqə daş al. Tamam. Hop. Hələ hop yox. Qır görək bunu. Aşağı sudur. Su deyə aşağısı deyəsən. Hə valla deyir su var. Spawner'da orada bir dənə bir şey yanır. Görürsünüz dostlar size bakın. Ama dəmirləri almadan dura bilmərəm ki. Bir dəqiqə deyən Supra oldu. Mən Supra. Bir dəqiqə dəmirimi pişirib su eləyək. Su kovası.
Radiyə 3 dənə dəmir lazımdır da. Fırınlar bunun üçün çox rahat işə yarayır. Yəni 2 dənə. Tamam, 2 dənə də, bir dənə kömür qoysa çatacaq. Mən deyə çatmayacaqmış. Bir dənə də daha qoyaq. Bunlar pişsinmirəm. Amma FPS qəşəng deyir. Normalda FPS 50, 70, 60 olur. Baxın, niyə indi belə azdır? Nəysə, əşi, oyun donmur, o yaxşıdır. Like atın dostlar. Belə deyə türdürəm. Allah, mən Bedrock Minecraft'da ancaq balta işlədirəm. Java'da da. Amma bəzən olur ki, ayda bu oynayandan sonra bir də su tap var. Ulan dəmir o qədər pis yerdə olmuşsan ki. Pis yerdə oluyor. Əslində bunu almasaq da olar. Amma yox, almalıyam. Onun səsini dəqiqə. Dostlar, yadınızda mən bunu eləyəndə ilk videomda xatırlayıram. Deyəsən eləmişdim. Onda düşmüşdüm. Gəldik, yox. Gəldik. Gəldik. O blok yüzündən düşdüm. Mən valla düşmərəm. Bunda altı boş olduğunu bildim. Düşəcəm. Aldım. Dəmirim var. 21. 21. Az su yoxdur. İndi istəməsən. Hər yerdə su. Ondan o dəmiri almayaq. Yox, almalıyam mən. Aşağı olub banacam. Al su. Su. 5 il sonra su tapa bildimsə, bu da yaxşı bir şeydir də. 17 dəqiqə. Dostlar, bu su hara çıxır belə? Madəndən çıxacaq. Suya alan kimi aşağı tez hoppanarım. Su əməlci eləmərəm, lazım deyil zaten. Eləməyə heç şeyim yoxdur. Ölərəm ilk bölümdən. İlk gün keçib. Yox, hələ sıfırdadır. Nasıl ya? Aa, bu həqqi mən hara çıxartdı? Amma bana. Allah, ben onu çasar yedim. Bak, Dream'in kankisiyim ben. Tabii, Dream şimdi ben kime? Ayda, ha tamam, aşağıda çok yer. O niye donar? Tamam, bunun altına blok koydum. Çıxdım, çıx. Baxın dostlar, məndən belə taktikalar öyrənə bilərsiniz. Mən Minecraft'cıyım. Minecraft oynamayanlar varsa, bu hep bir mod yüklüyün. Ama yani yalancı saytlar falan yüklüyün. Telefonunuza virüs düşür. Mən telefonuma 2-3 dəfə virüs düşür. Buna deyəsən bir dəfə. Yox, buna bir dəfə yox. Buna heç olmuyor virüs. Mənim əvvəlki telefonum Redmi 8'e 2 dəfə virüs düşür. Ona da Minecraft yükləyəndə olmuşdu ya. Hay bu Minecraft. Bütün uşaqların şeyi ilə. Dostlar, məncə bu video burada çox uzun oldu. Bu video hələ nə bilim şəklini hazırlamalıyam, nə bilim video paylaşıb gözləməliyəm. Çox şey eləməliyim, başlığını yazdım. Başlığını yazmaq asandır amma video bitmir hələ ki dostlar. Çünki orada dəmir gördüm. Allah'tan F5 bastım ha. F5 basmasaydım yəni də dostlar, oradan madəndən çıxanda kritikdən çıxacağam. İstəmirəm qazmam qırılsın. Çox çətin, çox dərinlikdəyik. Nə dəmirim oldu mənim indi. Bu qədər dəmirimiz var, 31 dəmirimiz. Biraz dəmir tamamlayalım. Nəsə dəmirdən qaçmaq, biraz dəmir qazaq. Əslində deyəm, 31 dəmir çatır da. 32 dəmir də olacaq. 34-35 də dəmir ola bilər. Hər yerdə dəmir var. Mən də qartal gözləyəm də. Bayquş gözlər var dostlar məndə. Çünki mənim gözüm bayquş oxşur. Ay, yo. Tamam. Həqiqi deyil, hə, tamam. Əsası arxasındaymış. Həqiqi deyilsin, 3 dənə. Nə fərq oldu, 34. Neyse, orada da dəmir vardı, yadımdan
Çıxartmayam. Tamam, 1 gram da görməm dostlar. 1 gram. Bir dəqiqə. Gördünüz, başlığı gördüm. Dostlar, Brawl Stars seçmiyorsun Minecraft. Ya bir tane oyunum var. Spider-Man oyununda. Bilirəm yox deyəsən, çünki oyun biraz sıxıcı bir oyundur. Hani orada kimler var? Deadpool var. Deadpool deyəlim ki, amma çox fərqlidir. Spider-Man var, yəni Tobey Maguire deyəbilirəm. Tom Holland var. Ama həqiqi deyil, onlar sadəcə oyundur. Fərqli bir insan yaradıcı bir oyundur. Tony Stark var. Hulk var. Venom var, ama bu qəribə bir Venomdur. Wolverine var. Wolverine. Bir dənə qız karakter var. Mən onu Natasha deyirəm. Bir dənəsi də, yox, bir dənə də yoxdur. Hə, bir dənəsi də var. Mən onu Natasha deyirəm. Bu yenilməzlər serisinə baxsaq bilərsiniz, 4 bölümdür. Amma çox uzundur da. Sonuncu bölümü 3 saatdır. Neysə. Dostlar, sağ olun. Bye bye. Görüşürüz. Like atın.